Salam əziz Word Telekom sevərləri. Biz sizin telefonlarla daha yaxşı tanış olmağınız üçün bugündən etibarən video unboxinglərə başlayaraq. Əminik ki, bu nəzəri videolar siz tərəfdən müsbət qarşılanacaq və telefon seçimində sizə kömək edəcək. Bugünkü nəzəri videomuzun mövzusu yeni BlackBerry Z10 modelidir. İstərdik ki, sizə BlackBerry Z10 modeli ilə daha yaxından tanış edək. Gördüyünüz bu iki qutuda BlackBerry Z10 qara və ağ rəngləridir və biz indi unboxingə başlayırıq. Gördüyünüz kimi, son zamanlar istehsal olunan telefonların qutuları demək olar ki, eyni dizayna malikdir. İstər Apple, istər Samsung, BlackBerry və yaxud Nokia şirkətlərinin telefonları. Qutunu açdıqda içindəkilər: BlackBerry Z10 telefonu, iki növ adaptörü, bataryası, USB kabel və qulaqlıqlar. Komplektdə yaddaş kartı daxil olmasa da, BlackBerry Z10 modeli 64 GB-a qədər yaddaş kartı dəstəkləyir. İndi isə telefona nəzər salaq. Metaldan istehsal olunmasa da, kifayət qədər keyfiyyətli plastikdən istehsal olunduğu hiss olunur. Ələ yatımlı və rahat telefondur. Gördüyünüz kimi sol tərəfində mini HDMI və micro USB portları yerləşir. Sağ tərəfində üst düymə yerləşdirilib, səsin artırılıb azaldılması və bir aktiv düymə. Gördüyünüz BlackBerry yazısının altında əsas mikrofon yerləşdirilib. Telefonun yuxarı hissəsində isə lock düyməsi, 3,5 mm-lik qulaqlıq girişi və əlavə mikrofonu görmək olar. BlackBerry Z10 modeli BlackBerry 10 OS sistemi ilə təchiz olunub, 1,5 GHz 2 nüvəli prosesora malikdir. 2 GB-lıq operativ yaddaş, 16 GB-lıq daxili yaddaşa malikdir. Displeyə gəldikdə 4,2 düymlük 1280-in 768 piksel və sensorlu displeyə malikdir. Kameraya gəldikdə isə 8 megapiksellik əsas kamera, flash və 2 megapiksellik ön kamerası vardır. BlackBerry Z10 telefonu Wi-Fi, 3G, 4G, NFC, Bluetooth və GPS ilə təchiz olunmuşdur. Batareyası kifayət qədər güclüdür. İstifadədən asılı olaraq 10 saata qədər danışıq müddəti, 600 saata qədər gözləmə müddətinə malikdir. İnterfeysə gəldikdə, BlackBerry Z10 modelinin interfeysi kifayət qədər rahat və anlamlıdır. Burada müxtəlif applicationlar da tapmaq mümkündür. Bugünkü texniki dəstəyə görə Photohouse mağazasına təşəkkürümüzü bildiririk. Bizimlə olduğunuz üçün minnətdarım.